Sual bundan ibarətdir ki, Peyğəmbərin qızına kim cürət eləyərdi hücum çəksin? Əgər doğrudan bu hadisə baş veribsə, bunu bəzi Vəhabi və Sələfilər daha da bəziyirlər. Bəs Həzrət Əleyhisselam kimi qeyrətli kişi necə dözdü? Niyə sustu öz xanımının namusunun orada döyülməyinə? Biraz da qeyrət məsələsinə toxunurlar. Qeyrəti təhrik eləməklə istəyirlər ki, bu mövzuda belə ola bilməz. Həzrət Əli Əleyhisselam kimi bir kişi qeyrətindən öz namusu, xanımı Fatimə-i Zəhra salamı aleyhanı döysünlər, o da durub tamaşa eləsin. Bu ola bilməz. Bunu deməklə hadisəni sol altına aparmış olurlar. Cavab. 1. Hadisə bir neçə dəfə təkrar olunub və onların arasında, hətta çox yerdə, bizim kitablarda, o cümlədən Əhl-i Sünnə qardaşlarımızın Alusi adında bir tanıdığı alim var. Ruhul Məani kitabında deyir ki, İmam Əli Əleyhisselam evinə hücum çəkənlərlə, xüsusən də ikinci xəlifə ilə əlbəyax oldu və onu hətta yerə çırpdı. Sonra bu cümləni deyirlər, tarixdə gəlib. Əgər Peyğəmbərin mənlə bağladığı əhd peyman olmasaydı, Peyğəmbər əhd peyman bağlayıb ki, səbirli olmalısan, İslama xatir. Sən mənim evimə ayaq basa bilməzdin. Deməli, heç də belə deyil ki, İmam Əli Əleyhisselam durub tamaşa eləsin. İmam Əli Əleyhisselam bacardığı qədər, Peyğəmbərin icazə verdiyi qədər öz xanımını, özünü, ailəsini, evini müdafiə eləyib, hətta əlbəyaxı olub, dediyim kimi. Bu, bizim kitablarda, o cümlədən Əhl-i Sünnə qardaşlarımızın kitablarında gəlmişdir. Bundan artıq daha imama icazə verilməyib ki, imam burada qarşı tərəfi öldürsün, qan töksün, məsələ daha da böyüsün, böyük bir dava dalaşa müsəlmanların arasında ixtilafa səbəb olsun.